sümüklərdə sərtliyin əmələ gəlməsi, boyun və onurğa əyriliklərinin əmələ gəlməsi, qamətin pozulması, yerişdə dəyişikliyin olması, tez-tez sümükdə sınıqların və çatlaqların əmələ gəlməsi, əzələ zəifləməsi və daha tez yorğunluq. Bu kimi əlamətlər olanda bilin ki, birinci növbədə onlara, qarşınızdakı insanlara sümük problemlərinə aid olan qida ləbələrinizi verəcəksiniz. Yəni kim bunlarla qarşınıza gəlirsə, mütləq birazdan adını keçəcəyim qida ləbələrimizdən tövsiyə edəcəksiniz. Və sümük problemlərinin daha dəqiq necə ölçə bilərik? Əlbəttə ki, həkimlərə müraciət etmək, xüsusi aparatlar, rentgendir, MRT-dir və yaxud sümük sıxlığı testidir. Burada addan yazmışam, ən əsası qan analizidir. Bu kimi əlamətlərlə sizdə hansı sümük xəstəliklərin olduğunu bilə bilərsiniz. Və ən əsası isə bunun qarşısının alınma yolları və sağlamlığın qorunma yolları nələrdir? Bax, bayaq dedim, düzgün qidalanma, daim günəşdə qalma, günəş işığından istifadə etmə, fiziki hərəkət, siqaret, alkoqoldan uzaq durmaq, bir də kəçiyə nəzarət etmək. Amma deyək ki, bunlar məndə var, amma mənim yaşım ötüb daha. Yəni, bir var ki, buna uşaq yaşdan əməl edəsən və sən böyüyəndə bu problemlər səndə olmasın. Bir də var ki, artıq sənin müəyyən yaş həddinə gəlib çatmısan, amma artıq bu xəstəliklər səndə baş qaldırır. Bu zaman nə etməlisən? Əgər bu həddindən artıq şiddətli deyilsə, sən o zaman birinci növbədə Ersaq şirkətinin istehsal etdiyi glikozamin qida əlavəsi, tip 2 kollajen qida əlavəsi, kalsium, magnezium, D vitamini, sink və ondan sonra isə D3, K2 qida əlavəsi. Bunlardan rahatlıqla istifadə edə bilərsən və nəticəsini isə 2-4 həftəliyində, 2-4 nədir? Sadəcə birinci həftəliyindən belə siz görə biləcəksiniz. Mən sizə ən əsası bir şey məlumat vermək istəyirəm. Ən çox bizim sümük oynaq problemlərinə aid verdiyimiz glikozamin və tip 2 kollajendir, düzdürmü? Bir çox suallar gəlir ki, Günay xanım, bunu necə istifadə edəcəyik? Niyə glikozamin? Baxın, diqqətlə fikir verin mənə. Ən çox bunu demək istəyirəm sizə. Zaten bundan öncəkiləri bilirəm ki, televiziyada və yaxud YouTube'da hər hansı yerlərdə eşitmişsiniz. Ən çox suallar mənə belə gəlir. Niyə sizdə glikozamin bahadır, başqa yerdə ucuzdur? Yəqin ki, sizə də verirlər də bu sualı, düzdürmü? Və o xanım mənə sual verəndə dedim, səndəki glikozaminin tərkibi nədir? Dedi, başa düşmədim, necə yəni glikozamin də. Bəs başqa şey yoxdur tərkibində? Xondroitin yoxdurmu? MSM yoxdurmu? Yox deyil. Yəni glikozamin də və neçəyədir? 48 manata. Tərkibi tək glikozamin və 48 manat. Digərləri yoxdur. Və mən ona oturub onu izah eləyəndə, başa salandan sonra digər şirkətin deyil də Ersaq şirkətinin istehsal etdiyi glikozamin, xondroit, MSM qida əlavəsini aldı və istifadə etdi. Tez bir zamanda da nəticəsini görüb qrupda da, öz statusunda da başladı onu paylaşmağa. Birinci növbədə üçü birlikdə olan glikozamin, xondroitin və MSM. Üçünün birlikdə olması nə üçündür desəniz, indi bunları tək-tək sizə danışacağım. Tək. Glikozamin nə iş görür, xondroitin nə iş görür, bir də MSM nə iş görür. Bunları tək-tək sizə deyəcəm. Birinci növbədə glikozamin oynaqlarda qığırdaq toxumasını bərpa edir. Sürtünməni azaldır, sümükdə elastikliliyi artırır. Glikozamini sizə tək sunurlarsa, bilinci ancaq bunu eləyəcək. Vəssalam. Glikozamin ancaq bunun üçündür. Və bu tək bir sorulması, onun həll olunması çox az olur. Bunun yanında MSM olmalıdır ki, onun sorulması daha yüksək olsun. Sonra, xondroitin qığırdaq toxumasını nəmləndirir, elastikliyini saxlayır, oynaqlarda sərtlik və ağrını azaldır. Bir sözlə, oynağın üstündə o gel toxuması vardı. Bilirsiniz də gel toxuması. Onu bərpa edir və sizin daim oynaq sürtünməsi falan deyirlər, onların yaranmasının qarşısını alır.
Kondroitin bunun üçündür və bu bizə mütləq vacibdir və glikozaminlə bircə istifadə olunmalıdır. Siz məsəl üçün digər şirkətlərdə glikozamin və yaxud da hansısa bir yerdə glikozamin alarkən mütləq onun içində onun olub olmamasına fikir verməlisiniz. Mütləq. MSM nə üçündür? MSM-in bir çoxlarınız bilmirsiniz adının açıqlanmasını. Metil, sulfonil, metan. Üçü bir yerdə. İltihab əleyhinə əzələ və oynaq ağrılarını azaldır, dəri, saç, dırnaq sağlamlığını dəstəkləyir. İltihab əleyhinə. Yəni sizin oynaqlarınızda, sizin sümük sisteminizdə olan iltihabın azalmasına, çəkilməsinə kömək edir. Bu üçü bir yerdədir. Bunların faydaları nədir desəniz, artrit, osteoartrit və oynaq iltihabında olan ağrıların azalmasına və o xəstəliklərin mütəmadi istifadə edildikdə o xəstəliklərin necə deyim, dərəcələrinin azalmasına gətirib çıxaldır. Ondan sonra diz, bel, boyun, dirsək oynaqlarının hərəkətliyini artırır. Uzun müddət istifadə etdikdə qırırdaq regenerasiyasına dəstəkləyir. Aktiv insanlarda oynaqları, aktiv insanlar bilirsiniz necə? Xüsusi idmanlarla məşğul ki olurlar, hər zaman idman edirlər, xüsusi idmanlarla məşğul olurlar. Bunları demək istəyirəm. Ki onlarda oynaqları qoruyur. Glikozamin ümumiyyətlə özü təbii olaraq bizim oynaqlarımızda sintez olunan bir şəkərin bir növüdür, bir amin şəkəridir. Məsəl üçün, bəzən xanımlar və bəylər deyirlər ki, filan kəsin şəkəri var, ona glikozamin vermə, onun özü zaten şəkərdir. Başa düşürəm, düz deyirsiniz. Amma çox az miqdardadır, çox cüzi. Siz onu verməklə kiminlərinsə şəkərini yüksəltməyəcəksiniz. Onun yanında əgər ehtiyat edirsinizsə, əgər o şəkəri, diabet xəstəsi olan insanların şəkəri ta yüksəkdirsə, o zaman verə bilərsiniz. Necə deyim, 500-dən yuxarıdırsa, 600-ə qalxırsa, o zaman zeytun yarpağı ekstratını verə bilərsiniz. Amma aşağıdır, yəni ortadırsa, o zaman inanın ki, heç bir şey olmuyor, əks təsiri olmayacaqdır. Və glikozamini nədən alırlar? Hardan istehsal olunur glikozamin? Bunu bilirsiniz? Ümumiyyətlə eşitmisinizmi? Bəzən deyirlər ki, glikozamini allergiyası olan insanlara verməyin. Bilirsiniz nədən allergiyası olan insanlara? Ancaq dəniz məhsullarından. Çünki glikozamin dəniz qabıqlı dəniz şeyləri yoxdur. Məsəl üçün xərçəngdir və yaxud digər. Bax, bunlardan əldə olunur. O dəniz məhsullarına, yüksək dərəcədə dəniz məhsullarına allergiyası olanlara glikozamini verərkən məsləhətləşib verməlisiniz. Yoxsa başqa allergiyası olanlar rahatlıqla içə bilər. Yəni, ancaq dəniz məhsullarında, o da ki, yenə deyirəm, heç balıq yeməyən, heç balıq yağı içə bilməyən insanlara vermək olmaz. Bəs kondroitin nə üçündür? Səsləri bağlayın da, xahiş edirəm. Kimisə? Nəzmin xanım, Zərgül xanım, səsinizi bağlayın. Bayaq onu dedim. Bunların hamısını demək olar ki, demişəm. İndi isə gələk bizdə glikozamini dedim. Glikozamini kimlər istifadə edə bilməz? Birinci, yüksək dərəcədə şəkəri olanlara zeytun yarpağı ilə bircə mütləq məsləhət görür. İkinci, hamilələrdir, bu süd verən analardır bunlara. Əgər həkim məsləhəti ilə, məsələn, həkimin icazə verirsə, o başqa məsələ. Amma öz yanınızdan götürüb verməyin. Bundan başqa isə hələ ki, glikozaminin bir əks təsiri, yüksək dərəcədə əks təsiri görünməyibdir. Rahatlıqla siz verə bilərsiniz. Və bunu sizə deyim ki, glikozamini mənim atamda artritin ən yüksək dərəcəsində, yəni ən yüksək, necə deyim, nədirsə odur. Neçə illərdir müalicə alınır, Rusiyadan, Ukraynadan, Türkiyədən belə, İranda belə müalicə olunubdur, sırf artritə görə. Amma mən ev sağa qatılandan, bax, indi də o günləri ağrısı başlamışdı ağrımağa ayaqları, bu D3 hədiyyədə olanda glikozamin yanında D3 K2 plus da zeytun yarpağı. Atada şəkər də var da, bir 400-500 olur. Və üçünü vermişəm, çox deyil. Bir həftədən sonra mənə zəng elədi ki,
Günay bu nə qəşəngdir. Bütün ağrılarımı götürdü. Yəni işə daha sərbəst, rahat gedib gələ bilirəm. 2-4 həftəliyində öz nəticəsini göstərəcəkdir sizlərə. Bu kimi bayaqsa adını sadaladığım xəstəliklərin hər birinə rahatlıqla tövsiyə edə bilərsiniz və istəsəniz həkimlə də məsləhətləşə bilərsiniz. Ondan sonra isə 36 oldu. Ondan sonra isə tip 2 kollajenimizdir. Bizim sümük sistemimizə çox yaxşı təsir edən, onu möhkəmləndirən, xəstəliklərdən qoruyan, əgər tutulduğumuz xəstəliklərin dərəcəsini azaldan qida əlavəmiz tip 2 kollajendir. Tip 2 kollajen qida əlavəmiz, bəli Dürdanə xanım. Tip 2 kollajen qida, siz yazın, mən oxuyacağım. Qida əlavəmiz tip 1, tip 3-dən fərqli olaraq sırf sümük və oynaq sistemimizə təsir eləyir və möhkəmləndirməkdə, necə deyim, möhkəmləndirməkdə, dayaq hərəkət sistemimizin xəstəlikdən qorunmağında çox kömək olur. Çox sağ olun qızlar. Sonra və tip 2 kollajen rahatlıqla bizim bədənimizdə necə deyim, sorula bilir. Yəni sorulması heç də çətin deyil. Bəzi qida əlavələri var ki, bədəndə çətin sorulur. Amma tip 2 kollajen rahatlıqla sorulan bir kollajen növüdür. Birinci növbədə qırırdaq toxumasının bərpasını dəstəkləyir. Yeniləyir, yəni qırırdaq toxumasının yenilənməsini sürətləndirir, belə deyərdim. Zaten müəyyən yaşa qədər qırırdaq toxuması öz-özünü yeniləyir. Amma müəyyən yaşdan sonra, hələ qadınlarda menopozdan sonra qırırdaq toxumasının yenilənməsi zəifləyib, çox zəifləyib. Amma siz tip 2 kollajen qida əlavəsi istifadə edərək onun əvvəlki vəziyyətinə döndərə bilərsiniz. Oynaq hərəkətlərini artırır, iltihabı azaldır. Bax, bu çox vacibdir. Sümükdə iltihab bir çox xəstəliklərin başlanmasına yol açır. İstər daxili orqanlarımızda olan xəstəliklər, istərsə də sümükdə olan xəstəliklərin bir çoxunun başlanmasına elə iltihabı proseslər yol açır. Bilirsiniz niyə? Çünki qan hüceyrələri sümükdə yaranır. Və əgər sizin sümüyünüzdə iltihabi proses gedirsə, qan hüceyrələri düzgün, ümumiyyətlə də dövr eləyir axı bütün orqanlarda. Və bütün orqanlarda hansısa bir növ xəstəliklərin əmələ gəlməsində yol açır. İltihabı azaldır, immun sistemini tənzimləyir və ən əsası isə uşaqlara, hələ raxitli, yəni D vitamini az olan uşaqlara mütləq tövsiyə olunması, uşaqlar deyirmi ki, çaşdım D vitamini deyəcəm. 11 yaşından yuxarı hər kəsə tövsiyə edirsiniz. Məsələn, mən yaşda olan, ümumiyyətlə, 30 yaşdan başlayaraq hər kəs mütləq içməlidir. 3 ay davamlı şəklində istifadə etməlisiniz. Tip 2 kollajen nədən istehsal olunur desəniz, məsələn, mən bilirsiniz ən çox nələr yazmışam ki, mənə sual verirlər, axı bu nədəndir, o nədəndir. Tip 2 kollajen qida əlavəsi ümumiyyətlə toyuq qırırdaqlarından yaranır. Bu nə üçün belədir desəniz, çünki insan qırırdaqlarına daha çox uyumlu olan, hüceyrələri ilə oxşar olan məhz elə toyuqların qırırdaqlarıdır. Buna görə də tip 2 kollajenin istehsalı oradan əmələ gəlir. Bax belə, tip 2 kollajen istifadə edərkən, məsəl üçün, bəzi xanımlar və bəylər deyirlər ki, yox, mən məsəl üçün deyirəm, tip 2 kollajen istifadə edirəmsə, D vitamini istifadə etməməliyim. Əksinə, tip 2 kollajeni elə D vitamini ilə, kalsi ilə bir yerdə rahatlıqla istifadə edə bilərsiniz. D3, K2 bizim üçün, bax, indi hal-hazırda da, masaj kremi qaldı otaqda. Hal-hazırda da bizim üçün vacib olan və hədiyyədə olan bir qida əlavəmizdir. Bu dəqiqə onun sezonudur deyərdim. Hamı, özünüz bilirsiniz də, aprel ayı, mart-aprel ayı bir çox xəstəliklərin baş qaldıran ayıdır. Daxilimizdə olan problemlərin ortaya çıxmasıdır. Onun üçün də siz o problemlərin möhkəmlənməsini istəmirsinizsə, birinci növbədə D3K2 vitamini istifadə etməlisiniz. D3K2 vitamini sizin bədəninizdə olan kalsiumun rahat sorulmasını tənzimləyir. Və
saniye. Yok yok. Yok, xahiş edirəm. Nə deyim? D3 KC harda qalmışdıq? D vitamini, ümumiyyətlə D vitamini bilirsiniz ki, bir çox istər qidalardan, istər günəşdən biz ala bilirik. Amma indiki dövrümüzdə D vitamini nə yediyimiz qidalardan çox ala bilmirik. Ümumiyyətlə bütün qida əlavələri belədir. Siz məsəl üçün yumurta olsun, indi onların hamısını deyərəm, amma çox xahiş edirəm. Hələ qrup zənci etməyin. Siz niyə belə edirsiniz bu gün? Bəs qoyun mən təlimimi edim. Siz zənci edirsiniz, mənim fikrimi yayındırırsınız axı. Ya da ki, vəbşi məni qrupdan çıxardın. Gözləyin. Neçə gündə neçə dəfə istifadə etməlisiniz? Qlikozamini əslində gündə 3 dəfə istifadə yazıbdır. Siz əgər başqa qida əlavələri də istifadə edirsinizsə, gündə 2 dəfə səhər və axşam rahatlıqla istifadə edə bilərsiniz. Əgər şəkər falan yoxdursa, zeytun yarpağı yəni içməyə də bilərsiniz. Amma zeytun yarpağının özəllikləri o qədər çoxdur ki, mən məsəl üçün qlikozamini içməyə verirəmsə, şəkəri oldu olmadı zeytun yarpağını mütləq yanında verirəm. Bundan əlavə tip 2 kollajen də həmçinin. Siz rahatlıqla onları gündə 2 dəfə istifadə edə bilərsiniz. Və keçdik D3 K2 vitamininə. Bax, hal-hazırda da o hədiyyənizdədir. Yeni qeydiyyatlarınız ola bilər. Sağa necə deyim, yeni başlamaq istəyənə, alım demək istəyənlərə D3 K2 vitamini sən hədiyyədə götürəcəksən. İndi o bir sol da qaldı. Masaj kremini göstərəcəkdim sizə. Masaj kreminin özəlliklərini, sümük problemlərinə qarşı necə həll yolunu olduğunu danışacaqdım. D3K2 sümük möhkəmliyini artırır. Osteoporozun riskini azaldır. Bayaq demişdim nə üçündür. Oynaq əzələ sağlamlığını dəstəkləyir. Əzələ zəifliyini, ağrılarını azaldır. Damar sağlamlığını qoruyur. Kalsiumu arteriyalarda yığılmasının və damar sərtliyini aradan qaldırır. Baxın, məsəl üçün, ən vacib olan, biz gedirik həkimə, həkim deyir D3K2. Elə həkimə də sual verəndə, bugün həkimlə də danışanda dedim, sırf nə üçün lazımdır? Birinci sümüklərimiz, sonra da ürək-damar sistemimiz üçün. Yəqin ki, bunu eşitmişsiniz. D3K2 vitamini ürək-damar sistemi üçün əvəz olunmaz vasitədir. Birinci növbədə sümükdən çox deyir, ürək problemlərinin aradan qalxmasına kömək olur. Onun üçün də tək sümük problemlərində deyil, ürək-damar sisteminin fəallaşmasında, damar sərtliyinin aradan qaldırılmasına kömək edir. Onun üçün də mütləq tövsiyə edə bilərsiniz. İmmunitetin yüksəltməyi zaten bayaq demişdim. İnanırsınız, bugünkü seminarım bilmədim nə dedim, necə keçdi. Çünki 2 dənə yeni üzvümüz var. Durmadan mənə zəng etməsi, qrupa məni qoşub 3-4 nəfərlə qrup zəngi etməsi, yəni bu məni çilədən çıxardır. Buyurun, siz danışın, mən davamını gətirəcəm. Başa düşürəm, yenidirlər, başa düşürəm, işləmək istəyirlər, qazanmaq istəyirlər, yüksəlmək istəyirlər, amma hal-hazırda canlıda olduğumuzu, hal-hazırda bizi dinləyənlərin olmasını bilirlər. Və özləri də hal-hazırda, elə sponsorları da buradadır. Buyurun xanımlar, danışın və nəticələrinizi deyin. Mən bilirəm ki, siz kollajen tip 2 kollajenindən, glikozamindən çoxlu nəticələr almışsınız. Çox istəyirəm ki, siz onları bölüşəsiniz. Üzvlərimiz də eşitsin. Günay xanım, əgər söz verəsinizsə, onlar məndə daha çoxdur o nəticələr. Ay maşallah. Mən istəyirəm Sevda xanım, üzüldü sayın. Mən çox qəşəng hazırlamışdım buna. Sonra fikrimi o qədər yayındırdılar ki, bu üzvlər də. Bu 3-4 nəfər deyərdim. Nə dedim, nə demədim, amma hamısını yazmışam. Qruplarda da bunları paylaşacağım. Yenə ardıca siz onları yazacaqsınız. Çox gözəl danışdınız Günay xanım. Buyurun, buyurun. Siz deyin, mən də.
Çox gözəl. Mənim Buyurun bacım hocam. yaxınlardan həkimə gedib, onun diz ağrıları vardı. Bir də Hı-hı. bu klimaks dövründədir, çox pis keçirir. Mən ona vermişdim, əvvəllər də bəzi qida əlavələr vermişdim, amma sırf onu diz ağrılarına görə glikozamin, D vitaminimizi, kollajen, bir də kollajen mix olan. Bir də Aha. Bir masaj yerdə yağı. olun. Hə, öz də ərsağın üzvüdür. Nəysə, Hı-hı. bilirsiniz də bizim insanlar, müsəlmanlar həkimə daha çox inanır. Hə, Bəli. bunlar da qoyub sumkasına, kollajen böyükdür, kollajen yerləşdirəməyib. O biriləri qoyub sumkasına gedib həkimə. Gedib Hı-hı. həkim, rayonlarda da sığortadır da hər yerdə bu dəqiqə. Pul vermirlər, eləmirlər. 3 aydan bir maşallah hamı həkimdədir. Gedib bu yoxlanır, dizini baxıb həkim yoxlayıb, renginə göndərib. Nəsə, müayinədən sonra oturub buna resept yazıb, 3 dənə buna dərman yazıb. Bu deyir ki, həkim, onlar nə üçündür yazdığınız dərmanlar? Deyir, biri glikozamindir, qığırdaqların üçündür. Biri D vitaminidir, biri də ağrı kəsici kremdir. Bunu deyən kimi mən yadına düşmüşəm də bacım. Sıraza çıxardıb 3 dənə məhsulu, glikozamini, D vitaminini, bir də 4 vitaminimiz vermişdim özə. O xeyli bundan əvvəl var idi sistemdə. Bir də masaj kremimizi qoyub stolun üstünə. Həkim bunları görür. Görəndən sonra öz reseptini cırır, atır. Deyir, sən də mənim yanıma hazırlıqlı gəlibsən. Burada sən nə işin var? Bax, Düzdür. real, həqiqətən mən olanı deyirəm. Bir də bu haqda bir seminarda danışmaq istəyirəm. Uzun mövzudur, amma qısa deyəcəm. Pandemiya vaxtında mənim öncümün anası rayonda xalam gəlidir. Öncümün anası da ölüm vəziyyətindədir. Nə bilim, gəzdirmədikləri yer qalmamışdı. В общем, bu adamın onurğasında iltihab var imiş. Həkimlər bunu bilə bilmirlərmiş. Onurğada iltihab. Bunu ara, türkə çarələr filan, bəhmən, nəsə xeyir olmadı. Mən bir gün getdim bunlara, dedim ki, gəl səni biz müalicə eləyək. Bax, sevincə inanmırsansa, mənə inan və o məhsulları alaq sənə. Faydası olmasa, mən onların pulunu sənə qaytaracağam. Təsəvvür eləyin, indi əfruz müdürüm də buradadır. Bax, arvad qalxdım ki, kravatda oturub, yanında 2 dənə kastel, kravatın da ayaq tərəfində karşok olur, stol karşok, apteklərdə satırlar, onunla. 2-ci mərtəbədən yerə düşə bilmir arvad, həyət evlərində yaşayır. O qədər qoçaq, o qədər belə ürək təpər arvaddır ki, arvadın 70-ə yaxın yaşı vardı. 2020-ci ildə. Mən buna gətirdim, bu məhsullardan verdik. Yanına zeytun yarpağı da verdim. Verdim ona glikozamin, D vitamini, ağ günlük, bir də zeytun yarpağı. Masaj kremi də əllərində var. Bunu elədi, bax, sizi inandırım Allaha and olsun. Mən bu mövzu haqqında istəyirəm geniş bir seminarın birində söz alam, canlı ofisdə danışmaq. Bəli, mütləq seminar verə bilərsiniz Etmək özünüz də. lazımdır, əlbəttə etmək lazımdır. Hə. Hətta liderin Hətta- bunları liderlər qrupunda bu nəticələrinizi danışmalısınız. Dəfələrlə paylaşmışam. Həcər xanım Bərdiyə seminara gəlmişdi. Buradan getmişdi. Mən özüm rayondaydım, orada təşkil eləmişdim. Arvadın özünü gətirdirdim ora. Və yanında qonşuları gəlmişdi ki, biz bu arvadı şahidiyik. O arvad yeriyib bir aydan sonra qəbuldan, bax, dediklərimi qəbul eləyəndə bir ay sonra, arvad bir gün durub, keçib ən yaxın qonşusuna. Qonşunun qapısını açanda, qonşular şok olur ki, bu hicranə 2 ildir yeriyə bilmir. Hicranə ayağa durub, hicranə yeriyir. Sizi inandırım ki, o qonşular sevindiyinə nə tər ağlayıb, elə özü də belə gözəl insandır, belə gözəl yaşlıdır, həqiqətən. Yəni, necə deyim sizə, məhsullarımızın hamısı gözəl. Hamısı gözəl. Bəli. Düzgün qaydada, düzgün. İstifadə olmalı. Uzun müddət. Yəni, 1 ay, 2 ay içib atmaq yox. O arvad 1 aya düzəldi, amma 3 ay müntəzəm onu davam elədi. 3 aydan sonra arada yenə glikozaminlə kollajen miksimizi qızı alır, verir, belə. Yəni, indi arvad toyuq saxlayır. Arvad çörək pişirir. Nə bilim, harda görür məni, deyir ki, mənim qəhrəmanımsan. Deyirəm, yox, sən mənim qəhrəmanımsan. Öz qızına inanmadı. Öz qızı mənim öncümdür. O mənə inandı, onu elədi. Yəni, çoxdur, çox nəticələrimiz var. İndi başqaları da deyə bilər. Yəni, ürəyim o qədər doğdu ki, çox şey danışa bilərəm. Prosta vaxt azdır.
Bəli, Sevda Sağ xanım, olun. mənim Günel Hanım, üzr çox istəyirəm sağ bir olun. dəqiqə. Bir Buyurun dənə də Gülür söz xanım. demək istəyirəm. Qlikozamindən dediniz. Mənim sol dizimdə çox ağrılar olur da, revmatizmam var. Bu hava yağış olan vaxtlar olur. Həmişə çox pis ağrılarım olurdu. Mən bu qışda, bu yanvar, fevral aylarında oca gördüm dözülməz ağrılarım var da. Glikozamin aldım, glikozamini kullandım. İnanırsınız ki, o qlikozamini mən istifadə elədikdən sonra əvvəl yağış olanda, daha yağış olmamışın bir həftə qabaqcadan mənim dizlərim elə ağrıyırdı. Mən o qlikozamini istifadə elədim. Özü gündə 3 dəfə. Bax, necə yazılıb üstündə normanın da, məndə o xasiyyət var. Gündə 3 dəfə mütləq qəbul eləməliyəm. Bəli, tək Qaydası, istifadə edirsinizsə gündə 3 dəfə, amma belə başqa qida əlavələri də istifadə edirsinizsə gündə 2 dəfə. hə, yəni ki, gündə 3 dəfə mən onu istifadə elədim. Düzdür, təzyiq dərmanımla 2 saat fasilə verirdim ki, o çünki təzyiq dərmanı kimyasaldır, yəni onu bilməyənlər bilsinlər ki, amma glikozamin təbii olduğu üçün arada 2 saat mütləq fasilə olmalıdır. Bütün Və mən kimyasal onu dərmanlar. istifadə eləyəndən sonra inanın ki, o dizimdəki ağrılarım da getdi. Yəni indi yağış yağır, qar yağır, nə yağır, yəni mənə elə də bir təsiri yoxdur. Bir də ki, kollagen haqqında demək istəyirdim. Düzdür, çox təəssüf ki, bu saat bizdə toz kollagen yoxdur. Çox Özünüz gözəl. bilirsiniz də, o kollagen bir qaşığı elə bilsən ki, bir qazan xaşdır. Bilirsiniz də, yəni onun dozasını. İndi Amma mən biz siz deyin, xaşı mən hər onu gün yeyə deyəcəm. bilmirik axı. Yəni xaşın əks təsirləri var, başqa fəsadları var. Yəni nə qədər faydası da olsa, təzyiqi olan, şəkəri olan adam onu yeyə bilmir. Amma o toz kollagen var, o bizim çox gözəl sümüklərimizə, dərimizin gözəl olmağına, dırnaqlarımıza, saçımıza, yəni hər bir cəhətdən bu kollagendir, kalsiumdur, glikozamindir, ağgünlüydür. Şəxsən mən bunları istifadə eləmişəm. Bayaq da dediniz, Klimix dövründə. Klimix dövründə də həqiqətən bunlarla bərabər o lavanda kapsuluna, sarı kantaron da olsa super. Şəxsən mən əsəbimdən çatlayırdım. İndi elə gözəl əhval-ruhiyyədə gəzirəm ki, yəni o sarı kantaronu ən birinci qəbul elədim. İndi bu saat üstü tapmaq biraz çətindir. Bir də lavanda Gülür xanım, mən kapsulu. sizə bir söz deyə bilərəm. İndi qoy bir Lavanda yağımız var da. Onu da istifadə bəli. edirəm. Əfruz xanım, evimdən əksik olmur. Həmişə lavanda yağı varımda. Baxın Gülür xanım, sizə bir söz demək istəyirəm. Bir saniyə burada bir sual veriblər. Buyurun. Salam xanım, xərçəng xəstəsi olanlar içə bilər siz deyənləri. Xərçəng xəstəsi baxın neçənci aşamadadır, neçənci dərəcədədir yəni. Onu mütləq həkimlə məsləhətləşməmiş heç bir qida əlavəsini içmək olmaz. Birinci həkim məsləhətin, yəni həkim müayinəsindən keçməlisiniz. Ondan sonra və kurkumin Z qida əlavəsini siz ona məsləhət görə bilərsiniz. Hətta həkiminizlə də şimantarıdır, kurkumin Z qida əlavəsidir. Bunları danışa bilərsiniz. Bundan əlavə çörək otun özü olsun. Bundan əlavə, baxın Gülür xanım, sizə bir söz deyim. Mənim mamagil əvvəl kənd yerində yaşayırdılar. Özünüz bilirsiniz, kənddə yaşayanlar əkin-biçinlə məşğul olur. Və mamada da yaşından dolayı onda diz ağrıları, oynaq ağrıları, əyilib qalxmada çətinliklər əmələ gəlmişdi və ömür boyu əkin-biçinlə məşğul olan adamlardı da. İstər-istəməz müəyyən yaşdan sonra çətinləşirdi və əyilib qalxanda belə əlim tuturdu belinə ki, mənim belimdə nəsə səs gəlir. Qırıqdaqlarımda səslər gəlməyə başlamışdı və mən ona 6 aydan bir ildə 2 dəfə də belə deyim sizə kollajen tip 3'ü bir yerdə olan 1, 2, 3 toz kollajenimizi verirdim əvvəl. Və o günlərdə yenə istədi, payızda, mart ayıydı. Yenə istədi, dedim stoklarda bitibdi, amma yenə gələcək. Yox, mən gözləyə bilmərəm, bəs mənə başqa nə verə bilərsən? Dedim, tip 2. Yox, deyir, onun tərkibi başqa ola bilər, tabletdir, mən toz istəyirəm, ozu, buzu. Bəs necə deyim, istəməsə belə deyim də, zorla bunun tip 2 kollajeni verdim ona. İnanırsınız, bundan sonra mama da onu içməkdə çətinlik çəkirdi, toz kollajeni. Və mama indi deyir ki, Günay, bu sümüklərimə digərindən daha yaxşı təsir eləyibdi. Daha yaxşı mənə nəticə göstərdi. Çünki mamada tip 1, tip 2, tip 3, üçü bir yerdə olanda dəridir, daxili orqanlardır. Amma mamada daha çox sümük problemi idi. Düzdürmü? Qırdaq problemi idi. Və tip 2 kollagen də sırf buna təsir etdiyi üçün daha tez nəticə gördü. Və sizin sözünüzə onu demək istəyirəm ki,
bu dəqiqə toz kollajen axtaranların hər birinə rahatlıqla tip 2 kollajenimizi verə bilərsiniz. Çünki həm daha tez təsir eləyir və plus da ki, sırf qırırdaq bəli, tip 2 şəkər olana olar. Əgər şəkəri yenə deyirəm, lap belə kəllə çarxa qalxmırsa, lap yüksək deyilsə və necə deyim, başqa məsəl üçün də deyim şəkəri olan adam bilirsiniz ki, qidaları qəbul edir. Bu da bir qidadır. Bu da bir qidanın növüdür, belə deyərdim. Amma yanında zeytun yarpağı ekstratı verirsinizsə, heç bir qorxusu yoxdur. Bayaq nə dedim? Atamın 500'dür. Yəni 500'ə qalxır şəkər və Mənim plus xalamda da. Mənim xalamda da Bəli. 400, 600 olub. Glukozamın 2 dəfə zeytun yarpağından vermişəm. Bəli. Moringa çayı da verə bilərlər. Kurkumin Hə, özü bir ilə də- şəkəri. Müdürüm, moringa dediniz, onu demək istəyirdim. Baxın, mənim tamam unutmuşdum. Çox sağ olun, Əfruz müdürüm. Moringanın özü həm şəkərin salır, istər-istəməz. Demirəm, amma tək başına deyil. Tək başına yox. Məsəl üçün də deyək şəkəri yüksəkdirsə, təzyiqi yüksəkdirsə, ödəm vardırsa, bağırsaqlarında problem varsa və həm də ki, kalsiumdan zəngindir. Bildinizmi? Zəngindir və bunun üçün də məsələn D3 K2 verdiyiniz adamlar yoxdurmu? Ona rahatlıqla bir dənə də moringa verin. Mütləq verin. Bax bu içsini, bunu mənə bugün həkim məsəl ki, məsləhət gördü ki, o içsini bircə istifadə etsəz çox nəticəsini görəcəksiniz. Çünki moringanın özü kalsiumdan zəngin olan bir qida əlavəsidir. Bax məsəl üçün biz indi necə deyim, tip 2 kollajen və yaxud glikozamin dedik. Çörək otunun özü olsun. Çörək otu sizin sümüklərinizdə olan iltihapların təmizlənməsinə yol açır. O ki, bayaq adını saydığım xəstəliklər yox idi mi? İltihapdan əmələ gələn xəstəlik, sümük xəstəlikləri. Bax, onlara rahatlıqla çörək otu qida əlavəmizdə verə bilərsiniz. Çörək otu qida əlavəsinin necə deyim, saymaqla qurtarmaz. Özünüz bilirsiniz, birinci növbədə iltihap əleyhinə olduğu üçün və sümük problemlərinin yaranma səbəbinin 50%-dən çoxu nədir? İltihap, sümüklərdə olan iltihap. Yəni onu da rahatlıqla, çox sağ olun Əfruz müdürüm, moringanı yaxşı yadıma saldınız, yoxsa unudacaqdım. Çünki bugün mən həkimlə danışanda mütləq bunun istifadə edəndə moringanı, ümumiyyətlə böyrək xəstəsi olan adamlara, şəxsən özüm içirəm, böyrəkdən əməliyyat olmuşam, özünüz bilirsiniz, moringanı gündə bir dəfə, 2 dəfə mütləq içirəm. Mütləq mənim gündəlik rasionumdur. Demirəm günüz, səhər, axşam, diyeta saxlamaq üçün yox, arıqlamaq üçün yox. Böyrəklərimdə düzgün yuyulma getsin, belə deyərdim, loru dildə desəm. Və kökündə əmələ gəlməsin deyə içirəm. Keratin yüksəlməsin deyə içirəm moringa çayını. Təmizləyir bir sözlə. Bağırsaqları təmizləyir, bağırsaqlarımıza daxil olan qidaların, ümumiyyətlə də yediyimiz qidalar olsun, aldığımız qida əlavələrinin daha çox sorulmasına kömək edir. Bu da nədir? Sümük sistemimizin daha yaxşı qidalanmasına kömək edir. Onun üçün də bu moringadır, bu çörək otudur. Bunları rasionunuzdan qətiyyən çıxarmayın. Hələ moringanı vəbşə çıxarmayın. Mən bilirəm ki, bir çoxları moringanı yəni elə belə adi arıqlatma çayı kimi bilirlər. Amma elə deyil. Düzdür, istəsəniz pəhriz saxlasanız, pəhrizlə bircə istifadə eləsəniz, çox gözəl də arıqlayacaqsınız. O başqa məsələ. Amma mənim kimin gündəlik necə qara çay içirsiniz, yaşıl çay içirsiniz, misal, gündəlik rasionunuza daxil. Qara çayı da Bəli? içmirik. Bəli, Qara bəli. çay Çünki içmirik ki, çaylarımızın yer çeşidləri qalmır. çoxdur. Öz çaylarımızda yer Bəli. qalmır. Yəni o moringanı gündəlik rasionunuza daxil eləsəniz, sümüklərdə olan problemlərin də digər qida əlavələri ilə yəni bircə aradan qalxmasını görəcəksiniz. Böyrəklərdə əmələ gələn bir çox problemlərin aradan qalxmasını görəcəksiniz. Mədədə olan problemlərin çöpdür, yanmadır, bu kimi problemlərin də aradan qalxmağını görəcəksiniz. Yəni tək məsəl üçün glikozamin tip 2 deyil sümüyə aid olanlar. Düzdür, mən hələ bir çoxunu saymıram. Çünki bir çoxu bizdə hal-hazırda depoda yoxdur deyəni. Onları saymaq istəmirəm. Mən sizə depoda olanları dedim və xəstəliklərin adını çəkdim ki, sizə bu xəstəliklərlə gələndə, bu xəstəlikləri sizin yanınızda adı çəkiləndə həmən bilin ki,
bu xəstəliklərin necə deyim, aradan qalxmasına kömək etməyə, azalmasına, dərəcələrinin yəni azalmasına və əmələ gəlməsinin qarşısının alınması üçün bizdə qida əlavələri var. Və indi hal-hazırda olan, hədiyyədə olan D3K2 və masaj kremi. Kimdə məsəl üçün sümük problemi var, bir dənə ona verin, deyək ki, tip 2 kollageni və yaxud glikozamin yanında zeytun ekstratı fərqi yoxdur. Üzərinə də qoyun D3K2 vitaminini, bir dənə masaj kremini, bir dənə də özü başqa qidalardan nə istəsə. Qoyub bir 5 puanlıq düzəldin, həmin xanımın və yaxud bəyin evinə göndərin. Və çox deyil, 2 həftə bunu davamlı şəkildə masaj kremindən çöldə necə deyim, oynaqlarında falan istifadə etməsini və daxilə qəbulu isə düzgün etapla, düzgün şeydə qayda ilə əməl etməsini deyin və 2 həftə sonra ondan necə olduğunu soruşun. Bax, heç nə demirəm, heç bəzən 2 həftə də keçmir. Demirəm, o gün ata, məsəl üçün, pis gündəydi, özünüz də bilirsiniz, soyuqlar falan başlamışdı. 2-cə dəfə, demirəm, 2 gün, 2 dəfə istifadədən sonra mənə zəng elədi ki, gün ayaqlarımın necə ağrısı azaldı. Elə bir ağrı kəsici atmışam, elə hiss eləyirəm. Onun üçün də mütləq istifadə eləyin, istifadə elətdirin. Zorla da olsa. Bir vaxtı var idi, mənim də qohumlarım inanmırdılar. Məsəl üçün, mən toz kollajeni öz qohumlarıma sunanda hamı deyirdi ki, ay yox, bu nədir? Deyirdim, bax, məndən yana alın. Ən azından özün üçün almaq istəmirsən, mənim üçün al. Amma sən faydasını görəcəksən. İndi bizim nəsildə toz kollajen deyəndə hamısı qayıdır ki, o bilirsən nədir? Onda tip 2 kollajen hələ çıxmamışdı da. Mən çoxdandan danışıram. İndi isə tip 2 kollajen sümük problemlərinə, qırırdaq problemlərinə bir deyərdim, ən vacib olan qida əlavəsidir. Dərmanlardan uzaq durun. Dərmanlar sizin müəyyən bir, necə deyim, sümük problemlərinizi aradan qaldıranda qaraciyər problemlərinizi yaradacaq, böyrək problemlərinizi yaradacaq, qan damar sisteminizdə olan problemləri yaradacaq. Siz məndən bunu daha yaxşı bilirsiniz. Və bu dəqiqə başkanımız bir yaxşı söz dedi, ha. Keçən dəfə də mən bunu seminarların hər hansı birində demişdim, unutmuşam, amma demişdim, yəni başkanımızın sözüydü bu. Başkanımız bilirsiniz nə dedi? Dedi, xanımlar və bəylər, bunu bilin. İndiki dövr daha silah dövürü deyil. Adam öldürmə dövürü deyil. İndi daha ay göydə ateşfəşanlar olmayacaqdı. Partlayışlar olmayacaqdı. Çünki dünya dumandan, o kimyasaldan doyubdu. İndi bilirsiniz nə gəlir? İnsanların sayının azaltma üçün. İnsanların, necə deyim, məsələn, əhalinin, belə deyərdim də, Azərbaycanı müəyyən qoyulur, müəyyən qədər əhali olmalıdır. Məsələn, elə düşünün, bir sinifdə 20 uşaq olmadı deyirlər. 21-cini götürürlər, yox. Düzdürmü? Və bu dünyada da belədir. Və indiki dövrdə bioloji müharibələr artacaq. Bəli, silahlar susub. İndi nələr danışır? Dərmanlar, həkimlər, apteklər. Mən demirəm, həkimlərə hörmətimiz sonsuzdur. Necə deyim, onlar bizim baş tacımızdır. Pis mənada demirəm. Özünüzü qoruyun ki, həkimə düşməyəsiniz. Həqiqətən bu belədir da. Mən bir vaxtı var idi, 10 il apteki köçürtmüşdüm və belə deyərdim. Aptek mənim evim idi. Şkaf doluydu. İndi niyə heç nə yoxdur? Sağlam deyiləmmi? Ağrıyırlar mı? Yox. Bilirsiniz nədir? Birinci növbədə zehnimdən xəstəlikləri çıxartmışam. İkinci növbədə kimyasalları evimdən çıxartmışam. Üçüncü növbədə isə bədənimə çatışmayan qidalar, mən demirəm dərmanlar, bədənimdə çatışmayan qidaları yerinə qoymuşam. Elə düşünün ki, bir ev hörürsünüz, evə necə deyim, hörcü eləyirsiniz də, kərpiçləri qoyursunuz. Qırmızı, göy, yaşıl misal da. Bunun bir dənəsini qoymasanız, onun üstünə ha gətir kərpici qoy, orada boşluq qalacaqdı. Və o boşluq bir gün o evin çökməsinə səbəb olacaqdı. Onun üçün də sənin bədənini sən tanıyırsan, sən bilirsən, sənə nə lazımdır. Mənə bugünkü gündə düzdür. Məsəl üçün, getsəm həkim desə bunu elə, birinci növbədə soruşaram, nə üçündür? Məsələn, bu sənin böyrəyin üçündür. Böyrəyimə nə edəcək? Plan şey edəcək. Kimyasaldırmı? Kimyasaldır, istəmirəm. Mənə təbii yolla bunu ver. Əgər varındısa, təbii yolla bunu məsləhət gör. Mən təbii yolla sağalmaq istəyirəm.
Neçə illər bundan əvvəl kimyasal dərmanlar mı vardı? Məsələn, siz bizdən yaxşı bilərsiniz Sevda xanım, Əfruz xanım, digər xanımlarımız. Biz Düzdür. sizin yanınızda uşaq yaşdayıq da, yəni sizin övladınız yaşdayıq. Sizlər bizdən yaxşı bilərsiniz. Əvvəllər bu qədər kimyəvi tərkibli dərmanlar mı vardı? Dədə babalarımız nə ilə sağalırdılar? Xalq təbabəti ilə sağalırdılar, düzdürmü? Amma indi o xalq təbabəti də rol oynamır. Niyə? Çünki nə o qəşəng bir dənə veriliş var idi. Deyir yumurtanı hardan götürmüsən? Hindən. Hində nə var? İnkubator. Yəni bu belədir də, düzdür. Hindəki toyuq belə kimyasalla qidalanır. Dərmanla yumurtası çoxalır. Bilmirəm o şeyi verilişi siz baxmışdınız yoxsa yox. Deyir, mən təbii yolla qidalanıram. Deyir, necə? Deyir, yumurtanı hindən götürüb yerim. Deyir, hinində nə var? Deyir, inkubator. İnkubator bilirsiniz də, cücə çıxartmaq, yəni yumurtanın çoxalması üçün və yaxud cücələrin çoxalması üçün. Onlar nə ilə bəslənirlər? Yemlərinə xüsusi dərmanlar atırlar. Mənim öz tanıdığım, qohum deməyim, uzaq tanış vardı. Həyatında toyuq bəsləyir. Onları bir günə bir də görsən 50-60 dənə toyuq satır. Nə ilə bəsləyir? Deyir, xüsusi vitaminlər verirəm ona. Hansı vitaminləri verirsən? Yəni biz indi əvvəlki dövr deyil. Biz təbii, necə deyim, təbii vasitələri tapmaqda çox çətinlik çəkirik. Bu cür xalq təbabətinə üst tutaq, nə yağımız, nə pendirimiz, nə şorumuz, nə yumurtamız, nə südümüz təbii deyil. Heç biri. Bəli. Kölgədə qaranlıq damda dana saxlayırlar, ətini kəsirlər, yeyirlər. Günəş görmür. Yəni də, yəni bəs nə? Yediyi yemdə hamısı kimyasal yemlər. Bəli, çünki onun gəlir mənbəyidir. Bəli. Cürbəcür qarışıq yemlərlə bəslənir. Bəli. Amma bizim qida əlavələri bütün nanotexnologiyalar vasitəsilə istehsal olunur. Baxım vasitələrimiz olsun. Hamısı xüsusi laboratoriyalardan keçir və istədiyimiz zaman hamısının analiz raporları bizə verilir. Bundan başqa şirkət nə etsin? Şirkət birinci özü içir. Başqan durur, bax belə. Mən gətirib mən də içərdim. Bax, indi orada məsələn çörəyotunun sizə göstərim. Səs gəlirmi? Gəlir Sevda xanım. Baxın. Mənim Türkiyədə müdürüm tanıyırsa Sevim Kirpitçi. 14 dənə deyir qida əlavəsi içirəm bir gündə. Bəli. 87 yaşında anasına deyir, mən onu deyir əski eləmirəm qida əlavələrini. 87 yaşı var, dipbədik yazır. Biz də bundan sonra elə eləyəcəyik. Çünki biz gözümüz açılıb duyacaq. Baxın çörəyotu qida əlavəsidir. Bax, bir dənəsi qalıb cəmi içində. Bunu da məsəl üçün içəcəm. Gündə 2 dənəsini bundan içirəm. Budur. Sonra baxın, öz uşaqlarıma verdiyim və keçən dəfə hədiyyəmdə götürmüşəm. D3K2 qida əlavəmiz. Mən də istifadə edirəm. Mən də ondan içirəm özüm. Bəli. Baxın, idmana gedirəm mən. İdmana başlamışam da. Bax, rahatlıqla istifadə edim. Qoyuram poşetə aparıram. Ondan sonra istifadə elədiyim sayım. Mən də içirəm. Və meyvə dolu. Meyvə dolu nə eləmişəm? Baxın, 2 dənəsini açmışam. Çünki yer darısqal olmasın deyə. Bir dənəsini töymüşəm. Çünki ikisini bircə istifadə eləyəcəm. Və idmana gedən, arıqlamaq istəyən, ümumiyyətlə protein deposudur da. Mən arıqam, əzələmi möhkəmləndirmək istəyirəm. Mütləq istifadə edirəm. Mən indi bax, ikisini açmışam. Günay xanım, olar Çətanlı toxumu yağını necə istifadə edə bilərik gün ərzində də? Bir saniyə, zəhmət olmasa səsi bağlayın, nə deyildiyini mən eşitmirəm. Kətancı toxumu yağını, onu necə istifadə edə bilərik? Elə gün ərzində neçə dəfə istifadə edə bilərik? Sizə də səs gəlir, qızlar, yoxsa mənə tək belə xırıltı səs gəlir? Günay müdürüm. Ay Günay müdürüm. Səs gəlir. Bəli, Şirin, bəyəkdən neçə dəfə deyirəm səsim. Kiminsə səsi
kiminsə səsi açıq qalıbdı və dəhşət xırıltı var. Yəni mənə elə gəlir. Siz danışın, mən səsləri bağlayıram. Sənə qurban olum. Bax, mənə də zəng eləyirlər, adboy verirəm, gənə zəng eləyirlər. Mən qaldım, yarımçıq qaldı. Onu sizdən soruşmaq zəhmət olmasa. Buyurun, buyurun. 2 kollajen hansı vitaminlə içilir? Bunları mənə 1-2 dənə de. Tipik kollajen qida əlavəmiz. Bəli, Əlinizdə- bəli. İndi hal-hazırda əlinizdə hansı qida əlavələri var? O 3'ü yazmışam. 2 əlimdə ya zəng gəldi, adboy verirəm, $1 şey eləyir deni. Baxın, yarım. D3K2. Birinci Hı. növbədə D3K2 qida əlavəsi ilə tipik kolajeni ikisini bir yerdə içsəniz daha yaxşı təsir eləyər sizə. Qoy yazım ağrına. Qoy yaz. 2, 3. D3K2 hal-hazırda da hədiyyəmizdədir. İndi stokda olanlardan deyirəm də mən sizə. D3K2. İkisini bir Bəli, yerdə içmək olur, eləmi? bəli, əlbəttə içə bilərsiniz. Bir yerdə. Dürdane xanım yazıb ki, kayd etmişəm videonu. Atarsınız Dürdane xanım, zəhmət olmasa bir qrupa. Çox sağ olun. Ya satarsan yazaram oradan. Bu dəfə Hə, çox çox yaxşı fikrimi yayındırdılar deyənə, istədiyim kimi sizə çatdıra bilmədim, amma əsas bilməyinizi istədiyim odur. Glikozamin və tip 2 qida əlavəmiz nə üçündür, necə istehsal olunubdur, nələrdən istehsal olunubdur daha doğrusu və nə üçün istifadə edilir və hansı xəstəliklər zamanı daha yaxşı verə bilərsiniz. Amma şərt deyil ha, bu xəstə olsun. Məsəl üçün bizdə elə xanımlar var ki, xəstələnməmək üçün bunu içirlər. Profilaktik tədbir görürlər də özlərinə. Şərt deyil ki, mənim sümüyüm ağrısın, ayağım, belim ağrısın, mən onu götürüm içim. Belə bir şey yoxdur. Gülər Siz indi xanım, bunu öncə, bəli, Gülər xanım, bağışlayın sözünüzü kəsirəm. buyurun. Mən glikozamin hələ bizə gəlməmişdi. 2019-cu ildə idi. Mən Türkiyədə idim. Orada təsəvvür edin 17-18 il idi mən bir dizimlə, sağ dizimlə zülüm çəkirdim. Bu vaxt mənim var idi 30-35 yaşlarım, indi 55 yaşındayım. Mən toya Buyurun. tablo O vaxtdan geyinə Evsarı bilmirdim. tanıyırsınız. Yox, 2019-da Türkiyədə, 2020-də qoşulmuşam mən. Hə, başa Deməli düşdüm. getmişəm. Getdim orada bilirsiniz də orada qızım yaşayır. Mən orada getdim ağrıdan ölürəm də. Mən pilləkəni 17-18 ildə cavan vaxtımda. Mən pilləkəni normal çıxa bilmirdim də. Bir ayağım var. O bir ayağım qatlanmırdı. Təsəvvür edin yenə elə ağrı möhkəm tutdu. Getdim o da renginə düşdüm. Dedi ki, kirəşlənmənin başlanğıcıdır. Başlanğıc hələ. Deməli 17-18 ildir mən zülüm çəkirəm. Hələ bu başlanğıc imiş. Gəldi həkim burada yazdı ağrı kəsici diprospan iynəsini, ağrı kəsici masaj krem, bir də yazdı glikozamin, 2 dənə də ağrı kəsici əlavə dərman, 5 dənə. Mən onda da D vitamini alıb içirdim. Ay Rəsul. Magnezium, D. Brilliant xanım, səsi bağlayın, Brilliant xanım, səsi bağlayın. Sevdə xanım danışır. Mən qıza dedim həmən var. Açdım ki, yazdıqlarının içində birinin tərkibində glikozamin var. O birilərinin heç birini istəmədim. Qıza dedim ki, mənə tez glikozamin zakaz ver. Zakaz elədi 5 günə gəldi. Onunla bərabər zeytun yarpağı, xaş-xaş yağı içirdim axşamlar. Çox pis keçirdim, dəhşət mən klimaksda. Onları mənə ora görə yazmışlar. Zeytun yarpağı, xaş-xaş yağı, 4-lü vitaminimiz, bir dənə də glikozamini əlavə elədim. Mənim o vaxtı səs qayd eləmişdilər. Bütün qruplarda Anar bəyin dövründə onu paylaşmışdılar. Mənim o 18 illik diz ağrımı, bax, həmən bu dediklərim 15 günə kəsdi. Siz inanarsınız ona. 15 günə kəsdi ağrını. 90 kapsuldur da glikozamin. Amma mən onu axıra qədər içdim və arada alıram profilaktik olaraq içirəm. O diz ağrısı məndən o gedən gedir. Özümün üzərimdəkiləri deyirəm də mən. Yəni buna biz necə inanmayaq, necə məsləhət görməyək. Bəli. Məsələn, o ev toplantılarında, belə qonaq gedəndə danışıram. Baxırlar, belə heyranlıqlar. Deyirlər, siz nə qədər əminliklə danışırsınız bunu. Çünki özüm nəticə almışam. Deyirəm ki, ay millət, inanın, gözünüzü açın. Mən bura elə bu xəstəliklərlə gəlmişəm. Mənim nəvəmdə dəri xəstəliyi vardı. O inanıb gəlmişəm. Saçım tökülmüşdü, keçəl idim. 2 cüt bir tüküm var idi. Bacım o gün rayonda deyir ki, git kəstir də deyir bunu, quruda bilmirsən.
Sən saçın deyir nə qədər qalınlaşır. Çünki bir yerdə böyümüşük də, mənim saçımı görüb. Yəni həqiqətən gözəldir məhsullarınız. Nəticələriniz də milyonlarla deyil, bir deyil, milyonlarla. Allah həmişə hər kəsə səbəb salsın bu xəstəlik. Amin, amin. Sizin bu sözünüzə mən bugün salona getmişdim. Saç kraskası üçün inşallah şirkətimiz zamanı gələr kraskada çıxaldıq. Saç kraskası üçün salona getmişdim. Səhər qız mənə qayıtdı ki, saçınız çox qalındır. Belə uzundur, həm də qalındır da saçınız. Və şey odur ki, maraqlısı odur ki, saçınız çox yumuşaqdır. Bəyəm siz kraska qoymursunuz? Çünki gəlirlər saç dibləri, saçları cod olur da. Dedim, bilirsiniz nədir? Mən 4 ildir tərkibində kimyəvi parabenlər falan olmayan şampun istifadə edirəm. Onun saç kremini və plus saç yağını istifadə edirəm. Və ayda 2 dəfə, çox demirəm, 1 dəfə, 2 dəfə kokos yağından saç dibimi maska eləyirəm. Plus bir də cilt bakım yağımız yoxdurmu? 4'ü birində cilt bakım yağı. Onunla da arada bir, yəni deməzdim həftədə bir, çox, yəni yalandan deməyim. Ayda bir 2 dəfə, yadıma düşəndə, yəni ayda bir 2 dəfə, çox olsa bir ayda 3 dəfə, məsələn 10 gün, 15 gündən bir əlimi belə bir balaca tökürəm əlimə, bax belə. Saçım həm canlı görünür, həm parlaq görünür, saç qalınlaşır, tökülməsi dayanır və plus da ki, saç cod deyil, parlaqdır. Bu nədən irəli gəlir? Bu saçın dibinə, mən demirəm məndəndir, xeyr, saçın dibinə düzgün baxım olunduğuna görədir. Və bugünkü gündə həmçini o bizim sümüklərimizə aiddir. Bizim qan damar sistemimizə aiddir. Bizim daxili orqanlarımıza, böyrəklərimizə, qaraciyərimizə, ağciyərimizə, beynimizə aiddir. Əzələ sistemimizə, əzələmizə aiddir. Bunların hamısına aiddir o. Düzgün baxım, düzgün qidalanma, düzgün hərəkət, yəni nə mənada aktiv olmaq da belə deyərdim. Və ən vacibi isə istifadə edəndə nə istifadə edirəm, nəyi necə, harda istifadə edirəm. Bunları düzgün yerinə qoyduqda Sevda xanım, inanın o siz dediyiniz kimi də tam əmin şəkildə deyir ki, budur da, mən bunu istəyirəm. Və keçən dəfə dedim, başqanımız deyirdi, bioloji silahlar ki var, loru dildə desək. O şeylərə mən də qoşulmuşdum. 2026-27-ci illərdə deyir, elə bir xəstəliklər gələcək, Bəkir bəy dedi. Korona dedi, ona, yəni onun yanında bizim sözün deyəndə muşluq olacaq da. Yəni həqiqətən. Budur da. Ona görə yəni dedik, bioloji müharibə başlayır da. Bu elə adi dildə bioloji müharibə başlayır və biz o müharibənin qurbanı olmamaq üçün immunitetimizi yüksəltməliyik. Hərəkətimizi aktivləşdirmək, bütün günü yatmaqdır, nə etməkdir, o bizlik deyil. Və plus da, yəni bu tək evdə iş görmək deyil. Bəzi xanımlar deyir ki, mən bütün günü evdə iş görürəm. Bütün günü evdə iş görsən, sahada qoysan, addıma qoysan, sən heç 3 saat dolanmırsan gününü. Yəni 24 saatın 3 saatını dolanmırsan. Sənə elə gəlir ki, çox dolansan. Çünki evdə iş görmək o bioloji fəallıq deyil. Hərəkət deyil. Yox. Bəli, o hərəkət deyil. Ondan sonra düzgün qidalanma. Gün ərzində nə qədər hərəkətləmək lazımdır ki, Günah xanım? Bəli. Gün ərzində nə qədər hərəkətləmək lazımdır ki, bədəndə aktivlik olsun? 24 saatın 6 saatını siz hərəkətdə olmalısınız. Ən azı. Nə mənada 6 saatını? Onun 2-3 saatı. Bax, yürüyüş ola bilər. Xüsusi idman növləri ola bilər. Məsəl üçün, mən başa düşürəm, bir çoxunuz kənd yerindəsiniz. Mənim özüm də uşaqlığım kənd yerində keçibdir. Deyəcəksiniz ki, biz kənd yerində hara gedək? İnanın, kənddə gəzmək kənd yerində hərəkət çoxdur da. Bəli, son həyatı gəzir. Yürüyüş eləyində bədən metabolizmanız bilirsiniz necə sürətlənəcək. Daha tez başlayacaq sizə reaksiya verməyə. Bir var dərman devrimi, qida əlavəsidir. Bunu içim, gedim divanda yatım. Və yaxud da ki, bir 2 dənə qab yubum, polu silim, gedim yatım. Bir də var ki, bunu içim, gedim bir yarım saat, sadəcə yürüyüş eləyim, gəlim. Bağırsaq daha tez işini görə bilir. Bağırsaq başlayır fəallaşmağa. Bildinizmi nə demək istəyirəm? Kənd olsun, şəhər olsun, əgər bir insan nə isə etmək istəyirsə, kənddə elə evin 4 bir ətrafına da fırlada bilərsiniz. Bu demək deyil ki, siz çıxıb harasa getməlisiniz. Günah xanım, gör nədən zəhmət olmasa, mən sizin Süleymanova sizə qoşulanlardan birinə qoşulmuşam.
Demək, mən ona yazmışam ki, mənim yerimə məhdudiyyətligim var, yeriyirəm, namaz da qılıram, ancaq dizimi yerə qoya bilmirəm. Məsələn, gedəndə məcburi gedirəm. Məsələn, zulmla belimi, qılçalarımı çəkirəm. Yəni, qəbizlik var məndə. Yəni, deyirəm ki, bu işdən təmizlənmək getsə, nədən başlayasan ki, Birinci məndə... növbədə, Dürdanə xanım, sözünüzü kəsməm, üzürlü sayın. Birinci növbədə bağırsaqlarınızı təmizləyəcək. Sizin o, necə deyim, sümüklərinizdən, qırıqdaqlardan vacib bağırsağın təmizlənməsidir. Məsələn, mən elə gözləyirdim ki, bu sözün axırı gəlib qəbizliklə sonlanacaqdır. Çünki, deyin siz sözünüzü tamamlayın. Əvvəl məndə qəbizlik başlamışdı. Lap öncələrdə mənim qaraciyərlə problemim oldu. Müalicə getdi. 7 il mən nə qıçıdan problem çəkdim, nə sinirlərim ağrıdı, qəbizliyim olmadı. Hardasa 7 il keçib üstündən indi görürəm ki, məndə qəbizlik baş verir. Yəni bir gündə qəbizliyim çoxdur da, ağır böyük bayra gedirsən. Ancaq məsələn 7 gün, 8 gün olmuyor məndə. İndi məsələn bilirəm ki, çətinliklə olur o şey məndə. Bizim qida əlavələrimizdən balqabaq yağıdır, kokos yağıdır, çörək otudur, çayımızdır. Bunlardan hər hansı birindən varmı sizdə? Əlinizdə varmı? Hələ ki, heç bir şeydən istifadə etmirəm. İndi qoşulmaq istəyirəm ona ki, görəsən, qoşulsam, bu müalicələrin mənə əhəmiyyəti olacaq, effekt görəcəm ondan mən. Xanım, siz qeydiyyat olunursunuz. Sırf bağırsaq təmizləyici, bağırsaqlarınızı... Hansı gün Bəli. Sırf bağırsaqlarınız üçün bir sözlə də mədə bağırsaq problemi üçün qida əlavələrimizdən götürürsünüz. Onları çox demirəm, bir ay bol su ilə qəbul edirsiniz. Amma su içmək mütləqdir. Baxın, adi məsəl üçün mən özüm olum, ya kim olsun. Bu qida əlavəsini istifadə ediriksə, bunu bol su ilə istifadə etməliyik ki, bu bizim bağırsağımızda sorula bilsin. Sorulma yüksəlsin. Su az içdikdə bunun effekti elə bilin ki, 50%-ni öldürürsünüz. Birinci növbədə bağırsaq problemlərinə aid qida əlavələrimizdən çayımız ola bilər. Kokos yağının özü çox gözəl, necə deyim, həzm prosesini rahatlaşdırır. Ondan sonra çörək otunun özü həzm prosesini rahatlaşdırır. Balqabaq tomu yağı. Məsələn, keçən dəfə qəbizlikdən əziyyət keçənə çay və balqabaq yağı birinə hədiyyədə götürmüşdü, birini isə almışdı. İnanın, elə gözəllər 3 günün içində bizə təşəkkür etdi. O, indi baxır sizin, necə deyim, hansı birinizi istədiyinə və yenə sponsorunuzla danışarsınız. Bunların hər hansı birindən istəyirsinizsə götürün və hədiyyəmizdə də bizim D3, K2 vitamininiz var. Ondan istifadə edin daxilə. Hələ ki, bunu istifadə edin. Qoyun bağırsaqlarınız faal işləməyə başlasın və mütləq hərəkət. Bax, bunların hamısının yanında su və hərəkət vacibdir. Siz suyla yox, illıqdan isti suyla. Siz yeyib yatsanız, məsələn, bunu içim gedim yatım, eləsəniz olmaz. O bağırsaq işləməlidir, hərəkət eləməlidir. Bədən hərəkət işləməyindən ötürü gərək yerimək məhdudiyyətli gün olmasın da. Mən o demək istəyirəm ki, bağırsaqla əgəmlər mənim diz qapaqlarıma... Zəifdir yerimək sizdə. Mən onun üçün deyirəm də, yəni oturmayın. Başa düşürəm. Çəki də var yəqin. Artıq çəki də var yəqin. Artıq çəkinin özü. Amma az da olsa yerin. Yəni hərəkət mütləqdir. Mütləq hərəkət edin. Oturduqca oturacaqsınız, baxacaqsınız ki, problemlər daha da çoxalır. Başa düşürəm, ağrıyır, zorla gedirsiniz, yapışıb gedirsiniz. Gücünüz çatdığı qədər, mən demirəm ki, gündə 5 saat durun, gəzin. Nə qədər gücünüz çatır? Özünüzü bir balaca zorlayın, bir balaca onun problemin siz üstünə gedin. Yapışa gedin. Bugün məsəl üçün 3 dəqiqə getdiniz, sabah 5 dəqiqə gedin, o birisi gün 6 dəqiqə gedin, o birisi gün 7 dəqiqə gedin və bol su için. Bir də ki, qida əlavələrindən istifadə edin. Qoyun bağırsaqlarınız təmizlənsin. Ondan sonra isə bizim tip 2 kollajenimizi D3, K2 vitamini mütləq istifadə edin bu ikisini. Bir də zeytun yarpağı ekstratını. O zaman görəcəksiniz. Günay xanım. İlk dəfə başlanğıcdan Günay xanım, mən belə eləyim də, bağırsaqdan başlayım yeriməyə görə. Ən çox da mənim istədiyim şeydir ki,
Yeriyirəm, yeriməyə məsələn bir saatla da yol gedim. Ancaq ağrı verir, incidir, ayaq üstə durmağa məsələn zorluq çəkirəm. Amma özünüzü bax başa düşürəm də siz oturaq həyata belə deyək də daha çox meyllənmisiniz deyənə. Bu da sizin problemlərinizdən irəli gəlib. Yəni heç kim oturduğu yerdə istəməz ki, oturaq həyat keçirsin. Başa düşürəm, biraz ağrıyıbdı, biraz necə deyim, sancı falan olubdu deyənə daha çox olur. Amma indi elə deyil. İndi biraz durmalısınız, biraz gəzməlisiniz. Yenə deyirəm. 1 dəqiqə, 2 dəqiqə gündə Masaj kremimiz də var da, hədiyyədə ağrı kəsici Hədiyyədə masaj masaj kremi. kremimiz var. Bəli, çətin dizinizə Tamam, başlayın pardon, yavaş-yavaş gəzməyə, yavaş-yavaş və görəcəksiniz ki, bağırsaq başlayıb işləməyə. Qida əlavələri bir yandan, su bir yandan, hərəkətlər o birisi yandan. Üçü başlayacaq sizi işlətməyə. Ondan sonra da bağırsaq yoluna düşdümü, siz qida əlavəsi olaraq sümük problemlərinə uyğun tip 2 kollajenimizdir, glikozamin D vitaminimizdir. Onların da yanında zeytun yarpağı ekstratımızdır. Bunları götürürsünüz, zaten D3 kalçini götürəcəksiniz. Bunları istifadə edin və nəticəsini sonda özünüz görün ki, necə sizdə təsir edir. Amma nə olursa olsun oturmayın. Yaxşımı? Necə olursa olsun. Müəyyən vaxt qoyun ki, mən bugün 24 saat ərzində bu qədər gəzməliyim. Bax, özümü şey eləmək olmasın. İndi mən deyəcəksin, necə çatdırırsan. Özünüz bilirsiniz də, məndə 4 dənə övlad var. İstər-istəməz onların qayğıları böyükdür. Hər biriniz ana olmusunuz, bilirsiniz nədir, nə deyil. Uşaq böyütmüsünüz məndən qabaq. Hətta nəvə böyüdürsünüz. Bax, onların qayğıları. Plus ən azı günə mən qoymuşam, ən azı 12.000 addım getməliyəm. Bu mənim hədəfimdir. Mən əgər sağlam yaşamaq istəyirəmsə, bugün sabah problemlərin əmələ gəlməsini istəyirəm. Zaten məndə var. O köç məndə var. Mən onun böyüməsini istəmirəm. Və mən o problemin üstünə gedirəm də. Hərəkətdəyəm də. O qan dövranı yüksəlsin istəyirəm. Qida əlavələrini bəli, qan dövranının yaxşı işləməsinə görə deyirəm ki, mən o qaraciyər problemi olanda Bakıda mən həqiqətən də yaxşı doktor Zülfü doktor idi da. Zülfü doktor mənə müalicə edəndən sonra birinci kursda mənim yeriməyim düzəldi. Demək, mənim qanla problemim olub ki, qan hərəkətlədikcə elə bir dizimdə, əzələlərimdə hərəkət oldu. Baxın, köyotu qida əlavəsi. Zəhmət olmasa doktor görün nə deyirəm. Mən oturan adam da deyirəm. Mən məktəb yolunda olan adamam, uşaqları apar, gətir, dərsləri ilə məşğul ol, nəvələrimdir bunlar mənim. Prosta məcbur olursan oyla, oturmaq istəyirsən ki, məsələn, səni incidir. Oturursan, ağrımırsan. Bax, bu çay olsun, moringa çayı olsun. Çörək otunun özü olsun, kakos yağımız olsun. Bunların hər biri həm sizin bağırsaqlıq, balqabaq yağı olsun. Bunların hər biri həm sizin bağırsaqlarınızın açılması deyəndə təmizlənməsinə kömək olacaq və rahat işləməsinə. Bağırsaq florası təmizlənəndən sonra istər-istəməz insan daha yüngülləşir. Və ən gözəli də odur ki, nə sizin qaraciyərinizə ziyan eləməyəcək, hətta əksinə daha yaxşı təsir eləyəcək, qan dolaşımı yaxşılaşacaq. Nə sizin böyrəyinizə əks təsir eləməyəcək, nə də sizin digər orqanlarınıza əks təsir eləməyəcək. Çünki bu qida əlavəsidir. Ona görə də qoşulmaq istəyirəm. Bəli, mütləq qoşulun və ətrafınızda hər kəsi də sağlam yaşayın. Pul qazanmaq istəyirsiniz, lap gözəl qazanın. Amma puldan çox sağlam yaşamağa dəvət elə. Doktor, bir dəfə mən effektini onu görə bilsəm, ətrafımdan yığdığım adamlarım çoxdur. Prosta bir dənə görüm ki, o mənə hər cür yaxşı təsirlədi. Kürdanə xanım, inşallah. Kürdanə xanım, ən vacib bilirsiniz nədir? Kuxnanızda, yəni mətbəxinizdə qabiyan şampununuzu, hamamınızda diş məcununuzu tullayın çölə. Mütləq. Yəni də, Lora dildə desəm, sözün əsl mənasında tullayın çölə və bizim qabiyan şampunumuz. İsti suyu bol için, bol. Qanın axışını sürətləndirir. Digər təmizlik vasitələrini atmasanız belə, o iki təmizlik baxım vasitəsi və təmizlik vasitəsi var ki, o ikisi mütləqdir. Qabiyan şampun və diş məcunu. Bu ikisi qətiyyən kimyasal istifadə etməyin. Xanımlar, mənə yazırlar ki, Günay xanım, sizin saatdan xəbəriniz var.
Bir saat Valla yarım. mən sözümü bitirmişəm. Sadəcə 12'nin söhbət edim. yarısıdır. Xoşdur. Günay xanım, mən özüm də Zaten bir dənə evdə bütün istəyərdim. ev sağlam məhsullarından istifadə edirəm. Ay maşallah. Bütün şampunudur, qaz şampunudur, ondan sonra Günay Hanım, nə var? qılça şişməyə nə istiyor yaxşılar? Ayağın şişməyinə. O baxım nədən şişir? Böyrəklərinizdənmi şişir? Ödəmdir da. Ödəm nədən əmələ Suyu gəlibdir? az içir. Onun Mən birinci... börəklərim xəstə deyil. Amma ayağım Sizə elə gəlir. Sizə elə gəlir. Əgər ayaqlarınızda şişkinlik varsa, bunun bir səbəbi də elə böyrəklərin düzgün işləməməsidir. Yəni ödəm yaradır bədəndə və o da sizin ayaqlarınızda Suyu çox için qida əlavələrlə. Onun heç biri qalmayacaq. Günay xanım, Bəli, özür istəyirəm. Börək daşını salmaq üçün bizim hansı qida əlavələrindən istifadə etməyimiz lazımdır? heç birini. Yəni bir böyrək xəstəsi olaraq deyə bilərəm ki, böyrək daşı bilirsiniz necədir? Biraz apaslıdır da. Yəni var ya, məsələn, bu gün bağırsaq problemlərinə biz deyə bilərik. Amma böyrək daşıdır, öd daşıdır. Bunlar biraz necə deyim, həkim yolu ilə olsa daha yaxşı olar. Çünki o gəlib sizin böyrək məsəl üçün gəlib hər hansı yerdə tıxılıb qala bilər və sizə elə belə yox ha. Sözün əsl mənasında yüksək dərəcədə ağrı yaşada bilər. Böyük ölçülü olanda problemli olur da. Bəli, öd daşı olsun, böyrək daşı olsun və bu kimi gələn problemlərə gəlib necə deyim, sizə problem yaradar da. O kanala düşsə, inanın onun ağrısı dözülməzdir. Onun üçün də böyrək daşı vardısa, həkimə müraciət edin. Həkim onu uziyə salacaq və böyüklüyünü, kiçikliyini lazerlə mi götürmək lazımdır, yoxsa elə sadəcə əritməkmi lazımdır? Bəlkə elə deyəcək, sadəcə əritmək yolu ilə bunu xaric eləyə bilərik. Bəlkə deyəcək, bunu lazerlə mi parçalayıb xaric etmək lazımdır. O yüzden həkimin biləcəyi işdir. Yəni bu böyrək daşıyla öd daşı biraz apasın olduğu üçün qida əlavələri ilə bunu düşürtməyə heç vaxt çalışmayın. Yaxşı mı? Çox sağ olun. Çox sağ olun, siz sağ olun. Başqa nəsə sualınız yoxdursa sağ olun. Günay xanım, Buyurun. sabaha saxlayırıq suallarımızı. Bir dəqiqə. Sabah demirəm. Glukozamın haqqında bir söz demək istəyirdim mən. Bəli. Mümkünsə, Günay xanım. Glukozamın Buyurun, haqqında bir söz demək istəyirəm. Yəni özüm istifadə eləmişəm şəxsən. Məndə sümüklərində dəhşət ağrılar oldu. Hətta üzr istəyirəm, qadın adı aybaşı dönəmində çox dəhşət ağrılarım oldu. Ayaqlarımda əsmə olurdu. Qarın nahiyəmdə digər qadının bir izi var ki, orada həm şişmə, həm çox sancı olurdu məndə. Mən sümüklərimə görə ki, glukozamı fevral ayından başladım içməyə. İllərdir mən bu ağrıdan acı çəkim, ayaq ağrılarından. Glukozamını içdim və həmin o vaxt, başının olan vaxtı gələndə hiss eləmədim, heç bir şey. Həmişə 1-2 həftə qabaq yüksək ağrılarım olardı, sancılı olardı məndə. Heç bir şey, yəni hiss eləmədim də, yəni 1 ay, 2 ay, 3-cü ayda indin özündə də hələ yəni o ağrıları tamamilə demək olar ki, mən qurtarmışam da. Yəni bir də onu fikir verim ki, hətta mənim o dönəmdə belə olan ağrılarımı da yox eləyib glukozamin. Deyirəm, yəni ağrısız həyat necəcəymiş, yəni insanın sümüklərinin ağrımaması nədir? Mən bu glukozamin sayəsində bildim. 2-ci qutunu başlamışam içməyə. Yəni çox mənə onun məsləhət görən xanım, o qədər həmişə dua edirəm. Hər an işləyəni çox dua edirəm ki, yəni onu mənə ən məsləhət. gözəl, Səlalə xanım, ən çox almaq istədiyimiz bax budur. Nə dediniz indi? Onu sizə tövsiyə eləyən xanıma dualar eləyirsiniz. Yəni siz də hamıya tövsiyə eləyin ki, dualar alasınız. Mən də qonşuma eləmişim. Qonşum hər dəfə haçan görürdüm bu qadın həkimə gedir, axsı-yaxsı gəlir, toka gedir, şuaya gedir. Hələ həmişə soruşurum ki, bəs İlnar xanım necə oldu? Bəs ayağı deyir, elə elədi. Bəs bacı həkim nə qədər dərman yazıb, xeyir eləmir. Bir gün mənə yazdı, mən kollagen tip 3-ü paylaşmışdım, onda miksi boşlanan vaxtlarda. Mənə yazdı ki, bəs ay bacı, mən bir dərman eləmişəm, yəni toka da gelmişə xeyri olmayıb da. Bundan mənə sifariş verdi. Demədi, necədir, nətərdir. Dedi ki, bundan mənə, görəm sən deyib paylaşırsan, deyib, biləm ki, sən hələ belə şey paylaşmırsan da. Bunu dedi, bir dənə sifarişi ver də. İlk onca onu içdim. İçəndən 2 həftə mənə demişdi ki, 2 həftənin nəticə görəcək də onu. Həqiqətən 2 həftədən sonra onun nəticəsini gördü. Və üstə gəl də glukozamini indi içib, deyir ki, bilmirəm deyir, mənə ki o kollagendən daha çox təsir edib. İndi deyir, ağrımıram,
Heç onda sümükdə qığırdağında yeyilmə maye vardı da. Geri yavaş-yavaş yeriyəndə heç ümumiyyətlə axsama olmur. Ağrı ümumiyyətlə yoxdur deyir. Nəinki beləsi, amma biraz tez yeriyəndə sümündəki hələ o qığırdalar bərpa olmuyor. Çünki birinci qutu içib. Bir qutu qutarıb hələ ki. Yəni onu deməsin, həmin xanım mənə məsləhət bildi. Mən özüm də gördüm və ona tövsiyə elədim ki, yəni bunun nəticəsi çox da, yəni mən indi özümə inanmıyorum ki, mənim ayaqlarımda ağrı gedib də o dərəcədə. Yəni ağrını tamamilə yox edib. Bir var azaldıb, məndə tamamilə yox edib. Bir də Gülər xanım, zəhmət Yox olmasa eləyib də. Yox Gülər xanım, eləyibsə, zəhmət həmən olmasa dayanmayın. Yox, mən Çay D3 için. onunla bərabər D3 kakil içirəm. Çünki məndə Üç vitamin D çox aşağıdır. Mənə həkim demişdi ki, bir ən ağır dərəcə 10-dursa, məndə 5 idi. Sümüklərimdə qocalma demişdi gedir. Hə, mənə həkim demişdi ki, sizdə qocalma gedir. Hə, qocalma Gülər mən də xanım, müalicə zəhmət yazdım, olmasa müalicəni elədim, deyərdiniz ki, xeyir əgər olmadı. qəbizlik olsa belə biz o dərmanı içə bilərik, kollageni, qlukazamini içə bilərik. Yox. Onun faydasının 50%'ni itirmiş olacaqsınız. Çünki sizin bağırsağınız o qədər yüklüdür ki, onun soğuması, onun sizə effekti, siz birinci növbədə kollagenə verdiyiniz pula, siz bağırsaqlarınızı təmizləməyə verin. Yəni qlukaz Təmizləməyə. yağımızdan, baxın bu çayımızdan, Aha. moringa çayımızdan, Onda nə lazımsa onları çörəyotumuzda hər hansı bir qida. Sizə sponsorunuz kimdir? Ona deyin, sizə Süleymanov. lazım olanları zaten sizə Süleymanov. Süleymanov Ha. deyəsən o da buradadır. Mən Esmer demişdim Hə. onlara. Əvvəldən dedim çörək otunu istifadə edəcəksiniz. Yəni bağırsaq Aha. təmizlədikdən sonra Yox, bayaq kimi. açığı səs idi mənə. Bəli. Aha, lap yaxşı. Mən onda sizə sponsor özüm imişəm. Mən sizə ətraflı məlumat verirəm. Siz onlar birinci növbədə bağırsaq təmizliyinizi eləyərsiniz. İkinci Bəli. növbədə o kollagendir, sümük problemləridir, ona keçərik. Bağırsaq təmiz olmuyor öncə. Bax, elə düşünün bir Bəli, alma yeyirsiniz, adi Aha. alma. O almanı yediyinizdə bir var ki, onun hamısı qəşəng sorulsun, onda olan vitaminlər, minerallar sizə sorulsun, üzül almaq. Bir də var ki, onlar sorulmamış, çünki bağırsaq ona gücü çatmır onu eləməyə. Aha. Sorulmamış tullanılır çölə. Hansı daha yaxşı Oldu. olur? Düzdür, düzdür. Yəni Onda mən- qaşınma da verə bilər də o qəbizlik çöl tərəfdən xaricdən. Qəbizliyin yaratdığı problemlər o qədərdir ki, yəni dəhşət çoxdur. Onun üçün də mən sizinlə şəxsi də danışacağım, sizə ətraflı hər şeyi Oldu, oldu. Siz məndə varsınız. Yazaram Zəng sizə. eləyərsiniz. Oldu. Oldu, Sağ olun. xanımlar. Kokos yağını Yoruldunuz, içən olur. Kokos Yekunlaşdıralım. yağı. Yəni dadı necədir onun? Cəlalə Mən xanım, almışam. kakos dadı, kakos. Super. Super. Kakos, Kakos. kakos şokolatı yəqin ki, yemişsiniz də Hə, kakos. kokos yağı. Onun odur. Mən O. almışam, risk Ondan edib daha içə bilmirəm ki, dadlıdır, birdən içə daha bilmərəm. dadlı. Daha Kakos yağını mən də istifadə eləmişəm, çox qəşəng. Hə, Çox. risk edib onu içə bilmirəm ki, birdən dadı. Çörəyin yatıb uşaqlar da yeyir onu hətta. Hə, Xanımlar, sonra- istəmirəm vaxtımız çox uzansın. Çünki saat 12-yə qalır və bir çoxunun evində biz səs-küyə də səbəb oluruq. Günay xanım, bir problem olmaz ki, nəyə problem olmaz? Bir dənə bunu oxuyun. Salam, anam dializ xəstə. Onu dializ xəstəsi elə belə xəstəlik deyil, xanımlar, Rübabə xanım. Onunla zarafat eləmək olmaz. Dializ xəstəsi olan bir adamda böyrək ümumiyyətlə işləmir deməkdir. Daha özünüz məndən yaxşı bilirsiniz. Və o dializ xəstəsinə hansı qida əlavəsi verilməlidir, nə verilməlidir, nə olar, nə olmaz məsələsini həkimlə məsləhətləşin. Həkiminə deyin ki, mən anama filan şey verirəm. Mən kimyasal istəmirəm. Məsələn, mənim ətrafımda dializ xəstələri var. Mən postoyanla demək olar onların içindəyəm və görmüşəm də. Qida əlavələrindən rahatlıqla istifadə edirlər. Çünki dializ xəstəsi demək məhrum olmuş demək deyil ki, hər şey yeyir bu adam. Yəni qabağına keçən hər şey, amma qramında, amma miqdarında, suyu misal üçün az içir. Yəni bunların hamısına fikir verir də o dializ xəstələr. Onun üçün də siz ona hansısa bir qida əlavəsini necə ki, yeməyi verəndə həkimlə məsləhətləşirsiniz, həkim bundan nə qədər versəm olar, filan şeydən nə qədər, yəqin ki, məsləhətləşirsiniz da, düzdür, adi yeməyi belə məsləhətləşib verirsiniz. Dializ xəstəsi, şəkər xəstəsi eyni şeydir. Birində böyrək işləmir, birində necə deyim, mədaltı vəzi işləmir. İkisi də yeməyinə diqqət etsə, amma biraz düzdür, dializ xəstəsinin problemləri çoxdur, onun şey deyil. Məsələn, biri dərman ataraq özünü qorur, amma o birisi də
Pastayanı aparata qoşulur, necə deyim, bədənini təmizləyir. Nəysə, sözüm ona ki, dializ xəstəsinə hər hansı bir qida əlavəsini verəndə aparın həkimə göstərin. Katalog deyilmi? Ətraflı yazı deyilmi? Həkim, mən bunu anama vermək istəyirəm. Bu mənim anama olarmı? Dializ xəstəsinin var erkən başlaması, var necə deyim, yuxarı dərəcələri. Onun üçün biz sizə heç nə deyə bilmərik o haqda. Biz həkim deyilik. Biz sadəcə bədənimizdə çatışmayan qidaların yerinə qoymaq üçün qida əlavələri tövsiyə edirik. Və sizin ananızda da o problem ciddi olduğu üçün bizlə yox, həkimlə məsləhətləşməlisiniz. Çox Bax sağ belə. olun Günay xanım. Xanımlar, mən istəyirəm sağollaşaq. Həkimlə Çox sağ olun. məsləhətləşdik. Çox sağ olun xanımlar. Mən istəyirəm sağollaşaq sabah ofisimizdə saat 3-də. Bəli? Nəsə deyirdi xanım. Hə, saat 3-də hər birinizi orada gözləyəcəm. Gəlin orada söhbət eləyək, üz-üzə oturaq, çay içək. Özüm də qəşəng bir dənə şirniyyat bişirəcəm, gətirəcəm sizə çayını içəcəksiniz. Ələməyi gözünür. Oldu doktor. Bunu da deyim. İnşallah. Gəlməyənlər də gəlir. Sağ olun. Onda doktor sizə qoşulmuşam mən. O qoşulduğum səhifəyə yazaram da özüm haqqında doktor mən. Güldalə xanım, mən həkim deyiləm. Çox xahiş edirəm. Əgər indi bizə Bizdə bir müalicənin xanım növünü göstərirsinizsə doktor, mən üzü doktor deyərəm də sizə. Yəni göstərirsə hansı müalicə necə gedir? Günay xanım, həkimlər sizin qədər bu qədər çox məlumat versin. Tövsiyə İnanın ki, deyərdim buna. xəstəlik olmazdı. Yəni də yaxşı xanımlar, gəlin sonlandıraq. Allah hər birinizdən razı olsun. Sizi görmək mənə çox xoş olur. Həqiqətən sizlərdən o qədər çox motivasiya alıram ki, sizin səsiniz, sizin danışığınız, sizin fikirləriniz, sizin əsas nəticələriniz mənə motivasiya verirmi deyim, bilgimi verir. Yəni, hər cəhətdən sizdən faydalanıram və hər zaman sizlərlə bir yerdə olmaq istəyirəm. Çünki biz bir-birimizə baxıb, siz məndən nəyisə öyrənəcəksiniz, mən də sizdən nəyisə öyrənəcəyəm. Onun üçün də gəlin hamımız bir yerdə olaq, birlikdə olaq və ev sağımızı böyüdək, komandamızı böyüdək. Necə deyim, hamıya dualar paylayaq. Dualar qazanmaq üçün hamıya bunları tövsiyə eləyək. Əgər mən bir dənə bunu tövsiyə etməklə kiminsə duasını qazanacamsa, inanın gecə-gündüz yatmaram ki, o duanı qazanım. Amma bunu tövsiyə etməklə tək mənə Allah dua bəxş eləməyəcək. Mənə istədiyim karyeranı bəxş eləyəcək. Mənə istədiyim puanı verəcək. Mənə istədiyim qazancı verəcək. Və o qazancı da gətirib ailəmə, uşağıma, özümə, büdcəmə elə bir dəstək olacam və biraz daha da sevinəcəm. Necə deyim, xəyallarımı həyata keçirdəcəm. Yəni, hansı yöndən baxırsınızsa baxın, sizə faydası olacaq. Etməli olduğunuz şey nədir? Sadəcə reklam, tövsiyə. Mənim dediklərimi siz də ətrafınıza deyirsiniz. Vəssalam. Mən bugün çətinlik çəkdimmi? Çəkmədim. Bugün nəyisə satdımmı? Satmadım. Bugün məsəl üçün kiməsə məcburən məhsul aldırdımmı? Aldırmadım. Amma nə etdim? Tövsiyə etdim. Bugün Sevda xanımın, digər xanımlarının sayəsində nə qədər insan yeni nələrsə öyrəndilər, nəticələrini bölüşdü və nəsə öyrəndilər ki, onlar da ətrafında öyrədəcəklər. Buna vəsilə olmaq, kiminsə qazanmağına vəsilə olmaq nə qədər faydalı, nə qədər savabdır. Düzdürmü? Gəlin belə eləyək. Qazandıraraq qazanaq, sağaldaraq sağalaq. Özümüz sağalaq, sonra sağaldaq. Bax belə.